İndi yenə burada 45 var. Onda bəlkə yenə bunu da elə yazaq. Elə də mən yazım. Buradan deməli mən 15 ayırsam, bura nə qədər eləyəcək? 30. Baxın, belə bir şey tapdım. Sonra yəni belə yazdım. Görə hələ necə olacaq? Onda bu hündürlüyü çəkərəm. Onda 45-45'də buralar nə olar? 2 2 2. Görə hələ axıra qədər belə alınacaq, alınmayacaq. Bunda burada 60 derece idi. 60 derece bunun kökü 3 misliydi. Yani 2 da 6 burada olurdu. Onda burada 4 2 olurdu. Bakın buralar da beraber olduğuna göre burada 4 2 olur. Əslində bakın bu altdakı kateti də soruşsam maraqlı bir fakta gəlib çıxırıq. Və buranı da tapırıq. Bəs başqa necə tapmaq olar? Axı bura qaldı. Bu 15 derece üçün qaldı. Mən yenə deyirəm 15 derece üçün belə bir qayda var ha. Deməli x 15'in qarşısındakıdırsa 90'ın qarşısındakı x vurulsun kök altı 6 plus kök altı 2'dir. Onunla da öyrənə bilərsiniz. Uzun gedir. Yəni buradan o hipotenuzu tapmaq rahat olmur. Bəs başqa nə edək? Başqa nə etmək olar? S-dən 15 derece ayıraq. S-dən elə 15 derecəni ayırıblar da. ...45 dereceden əgər 15 derece ayırsam o da olar mı diyeceğim, bir baxaq. Olar. 15. Bura nə olacaq? 30. Onda bura nə olacaq? 30. Bəli. Ən gözəli budur. Ən gözəli budur. Bitti də. Deməli bu 30-30 qaydasında bilirdim. Bura 120 idi. Bura 4 idi. Buna nə idi? 4 kök altı 3. Bax bunlar nə idi? Eyni idi. Deməli bu ikisi nə qədər olacaq? 4 kök altı 3. Onda bura nə qədər olacaq? 4'ü çölə çıxardığında kök 3 üstəyəl 1. Yəni baxın məsələyə necə yanaşacaqsınız. Onu da siz özü çox işləməlisiniz müəllimlər. Yəni mənim deməyimlə əslində deyil. İndi bu dərsləri izləyəndən sonra özü çox işləməlisiniz. Belə. Sonra növbəti suala